Deməli, bu rəqəmsal marketinq nədir? Hansı ki, ə, dizaynerin bilməli olduğu qızıl qaydalar var və bunu həm iş həyatında, hansı bir şirkətdə işləyərək də istifadə edə bilirsiniz. Müzakirələr zamanı, hazırladığınız dizaynlar zamanı, freelance işlər tapmaq zamanında istifadə edə bilərsiniz. Müştərini tapmaqda sizə köməklə göstərə bilər. Ə, Məsəl üçün Nike, Adidas bu tipli firmalar, ə, ümumiyyətlə böyük brend firmalar əslində dizayn işlərində məhsul satmırlar. Onların dizayn işlərinə fikir versək, orada yəni onların məsəl üçün krossovka şəklini qoyub da yazı yazmaları çox nadirən olur. Brend firmaların özündə və səhifələrini falan fikir versəz. Daha Nike sağlamlıq satmağa çalışır. İnsanlara, müştərilərə sağlamlığı bildirməyə çalışır. Bu sağlamlıq müxtəlif cür ola bilər. E, Keçmiş idmançılardan istifadə eləyərək ola bilər. Ondan sonra məşhur, ən çox da idmançıların üstündən getmiş olur. Məşhur idmançıların üstündən daha çox yola çıxır. Ölən idmançıların üstündən yola çıxaraq müəyyən bir ideala fikirləşməyə çalışır. Bu həm video şəklində ola bilər, həm poster şəklində ola bilər. İndi bunun fərqi yoxdur nə şəklində olur. Əsas oradan biz ideyanı götürməyimizdir də. Məsəl üçün, sabah bir gün siz krossovka ilə bağlı hər hansısa bir mağaza ilə işləmək istəsəz, ağlınıza Nike-ın ideya strategiyasından istifadə eləməyiniz ola bilər. Məsəl üçün, həmin mağaza üçün siz də Azərbaycanın idmançılarından ilhamlanaraq posterlər hazırlaya bilərsiniz. Və bu şəkildə yola çıxmağınız ola bilər. Və hətta hazırlayıb onlara təklif yollaya bilərsiniz krossovka mağazaları üçün. Bu bir növ insanlarda güvən yaratmaq üçündür. İnsanlar həmin idmançılara güvənir və həmin idmançı da pis bir şey reklam eləməz deyə düşünürlər və empatiya qururlar. Yəni Nike firması insanlara həm sağlamlıq satmaqdan əlavə, həm də motivasiya da satır. Yəni Just Do It 3 sözdən ibarət bir cümlə ilə dünya brendinə çevirmiş oldu. Yəni Just Do It, sadəcə elə bunu, sadəcə et. Bu durum bizə daha çox nə qədər potensialımızı üzə çıxartmamızı bizə köməkli göstərir. Yəni bir krossovka satan firma sadəcə krossovka satmaq istəmir. İnsanlara həm də xəyal qurdurmaq istəyir. Və burada üzə dizaynerin əl qabiliyyəti posteri hazırlamasında yox, insanlarla empatiya qurmasında gəlib çıxır. Ona görə də dizayner empatiya qurması üçün insanların iç səsini vizuallaşdırmalıdır. Yəni dizayner insanların iç səsini anlamalıdır. Bu rəqəmsal marketinqdə ən çox işə yarayan məsələdir. Yəni məsəl üçün, əgər insanlar sosial mediada görünmək istədikləri kimidirlərsə, amma içlərində fərqli emosiyalar yaşayırlar. Yəni sosial mediada fərqli göstərə bilərlər, amma içlərində fərqli emosiyalar olur və bu dizayner bunu hiss eləməlidir. Bunu oxumağa çalışmalıdır. Və bu dizaynda bu daxili səsi vizuallaşdırmaq üçün təsirləndirmək olur. Məsəl üçün, tutaq ki, bunu məsəl üçün insanlara xatırlatmaq istəyirsiniz. Deyək ki, psixologiya mərkəzi üçün bir xidmət götürmüsünüz. Normalda psixologiya mərkəzlərində biz baxdığımız zaman biz məsəl üçün burada görürük ki, hə, götürürlər, qoyurlar. Ya psixoloqa qoyurlar, ya ağ köynəkli biridir və yaxud da illüstrasiyalar istifadə edirlər. Belə illüstrasiyalar məsələn psixologiya terapiyalarının üçün çox önəmlidir. Yəni belə tipli vizuallar. Bu tamam, illüstrasiyasız da istifadə edə bilərsiniz. Amma burada ideya baxımından siz artıq fikirləşməlisiniz. İnsanların sosial mediada iç səsləri nədir? Və ideya olaraq məsələn belə bir şey fikirləşə bilərsiniz. Tutaq ki, solda götürürsüz bir dənə ideal görünüşlü bir şəxsin gülümsəyən bir şəklini qoyursunuz. Sağda da e, qaranlıqda oturan düşüncəli bir versiyasını qoyursunuz.
Oje daxildəki məni bildirmiş olur. Alt yazı olaraq yazırsınız ki, hə, məsəl üçün səni həqiqətən anlayan brend hələ yoxdur, biz varıq. Bu nə demək olur? Bu bir firmanın problem həll edə biləcəyini göstərməsidir. Psixologiya mərkəzi də özü bir brend kimi yanaşdığı təqdirdə artıq başqa bir levela yüksəlmiş olur və həm də izləyicidə güvən yarada bilir ki, izləyici bir posterə baxanda orada həm gülümsəyən bir şəxsi görür, həm qaranlıqda oturan bir düşüncəli versiyanı görür. İzləyici ilk fokuslandığı şeye qaranlıqda oturan düşüncəli versiya olur. Çünki hal-hazırda o durumdadır, amma istəyir o gülümsəyən şəxsə çevrilmək. Burada da məsələn posterdə də psixologiya mərkəzinin adı, loqosu görsənirsə, artıq o psixologiya mərkəzindən daha ətraflı məlumat əldə etmək istəyir. Bu nədir? İnsanın daxili aləminə bir mesaj göndərmək olur. Sən hal-hazırda beləsən, amma səni başqa cür bir versiyaya çevirə bilərik. Və bu rəqəmsal marketinqdir. Bir hissəsi. Yəni hansı ki, insanın vizual vasitəsilə, sloqan vasitəsilə ən çox rəqəmsal marketinqdə işə yarayan sloqandır. Rəqəmsal marketinq bizə sloqanlar baxımından köməyi göstərir və dizaynerin də yaralı tərəfidir. Hansı ki, hər zaman dizayner copywriteri yanında olmaya bilər. Tamam, şirkət daxilində copywriter cümləni verə bilər. Amma dizayner biraz copywriterliyi də bilməlidir ki, sloqandan da anlayışı olmalıdır ki, o copywriterin verdiyi sloqanı da bir vizuala çevirmə gücünə sahib ola bilsin. Ona görə dizayner biraz copywriterlik qabiliyyətli olmalıdır. Və hansı ki, freelance işləyən zaman da özünə bir gün ağlayıb copywriterlik eləyə bilsin. Bu hissəsi də önəmlidir. Bu bir hissədir. İç səsin vizuallaşdırılması məsələsidir. Yəni burada çoxdur məsəl üçün. Bu posterlər insanların iç səsini vizuallaşdıran bir məsələlərdir. Və ən çox da psixologiya mərkəzlərində bu istifadə edilir. Psixologiya kateqoriyasında istifadə edilir. İdman ayaqqabılarında da istifadə edilə bilər. İdmanda da istifadə edilə bilər. Yəni məsəl üçün bu yaxınlarda keçən il desən Azərcə bir kampaniya işləmişdi. Və bu kampaniya niyə uğurlu oldu? Çünki insanların empati quruldu. Nə idi o? Məsəl üçün narkotikdən əvvəl və narkotikdən sonra misalını çəkirdilər. Narkotikdən əvvəl nə vəziyyətdə idi? Daha doğrusu narkotik istifadə eləyəndə necə olursan, narkotik istifadə eləməyəndə necə olursan və bunu idmanla əlaqələndirmişdilər. Orada artıq nə var idi? Bu insanlar gündəlik olan problem, gənclərin çəkdiyi problem və bunu istifadə eləməsən nə olacaq? Elə bilin ki, əvvəl və sonra. Əvvəl və sonra prinsipi çox yerdə işə yarayır. Bir çox firmalarda işə yarayır. Bu məsəl üçün normal adi qaydada bizim ağlımıza gəlməyə bilər. Amma nəzəriyyəni biləndə, qarşımıza araşdırmalarla nümunələr çıxanda bu bizim yadımıza düşə bilir. Bu hamısı iç səslərlə vizuallaşdırmaqdır, insanların iç səslərini vizuallaşdırmaqdır. Əslində narkotikdə əziyyət çəkənin iç səsi odur ki, sağlam həyat yaşayım da. Yəni illərlə narkotik istifadə edən şəxsin sonunda iç səsi dönüşür ki, hə, daha xoşbəxt bir həyat yaşamağa çalışmalıyım. İç səsi bu olur. Ona görə vizuallar həmin o şəxsə xüsusi bir mesaj ötürür. Bu empatiya sayılır yəni. İkinci bir punkt rəqəmsal marketinq üzrə istifadə edə biləcəyimiz nostalji. Nostalji dizaynerlarının emosional bağ yaratmaq. Yəni 90-cı illər ən çox rol oynayır. Biz məsəl üçün baxsaq ki, Ölsən Bağışla filmindəki posterə baxsaq, orada bir rənglərin, tonlarını görə bilərik. Və məsəl üçün, bu da bir rəqəmsal marketinqdir. İki dondurma qoyublar, dondurmadan biri qan axır əslində. Filmə baxan o dəqiqə bunu başa düşür. Filmə baxan ona bu dəqiqə başa düşür ki, bu nə məsələdir? Yəni ki, bu dondurma məsələsi nədir? Hansı ki, dondurma orada filmdə ən çox önəmli olan replik hissəsi idi. Qan məsələsi də odur ki, adam deyəsən dondurma yeyə öldürülmüşdü. Belə bir nüans da var orada. Səhv eləmirəmsə. Burada artıq kinonu amma başa düşəndən sonra bu posteri anlamaq olur. Bəzən bir posteri anlamaq üçün bu daha çox filmlərdən, musiqilərdən olur.
onu musiqini dinləyib və ya da filmə baxandan sonra posteri anlamaq olur. Bəzən isə o posterə baxıb anlamaq üçün gedirsən filmə baxmağa. Yəni film afişalarının ən birinci gizli tərəfi odur ki, filmin izlənməsinə meyləndirmək. Bu da müxtəlif cür prinsiplər ola bilər. Ən çox da istifadə edən nostalji prinsipidir. Və nostalji prinsipdə nədir? İnsanlar keçmişə bağlılıq hissini hiss etməsi, daha tez reaksiya verirlər bu baxımdan. Uşaq vaxtı xatirələr və ya keçmişin dizayn elementlərini istifadə eləmək bu emosional effekt yaradır. Misal üçün 90-cı illərin oyun konsolları stilində hazırlanmış bir kampaniya edə bilərsən. Məsəl üçün olsun moderndir. Məsələn Legodur tutaq ki. Lego üçün bir poster hazırlayırsınız. Lego üçün poster hazırlayanda 90-cı illərin oyun konsolu stilində bir hazırlanmış kampaniya düşünə bilərsiniz. Məsəl üçün sloqan olaraq yaza bilərsiniz ki, sən dəyişdin, amma xatirələrin amma hələ ki buradadır da. Bu nə demək olur? Yəni səni aparır uşaqlığa. Uşaqlıqda nələrlə oynayırdın, eləyirdin. Və Legoda modern tərəflər var. Amma Legoda bir dənə belə tutaq ki, durub bir dənə kampaniya eləsə ki, köhnə oyuncaqların yeni versiyası. Bu avtomatik olaraq retro tipli həm fontu istifadə eləyib, həm nə bilim köhnə televizor estetikasından istifadə eləyərək avtomatik olaraq qarşı tərəfin o məhsula doğru meylənməsi olacaq. Çünki 90-cı illər, hədəf kütlə burada 90-cı illər olacaq. Ona görə dizayner bir ideyanı fikirləşəndə hədəf kütləni nəzərə almalıdır. Yəni hədəf kütləsi kimlər olacaq? Hədəf kütləsində kimlərə meyləndirəcək, hansı nümunələrə meyləndirəcək? O tipli tərzdə fikirləşmək lazım. Məsələn üçün Lego'nun 90-cı illər tərəfindən baxan görək bir posteri varmı yəni hazırladıqları? Məsələn bu bir ideyadır. Yəni köhnə uşaq vaxtı əgər yoxdursa 90-cı illərdə ilhamlanıb hər hansı bir oyuncaq hazırlamayıblarsa, məsəl üçün götürüb 90-cı illərdən bir detalı götürüb onu Lego ilə əlaqələndirərək hazırlaya bilərsiniz və bu hətta Lego'nun özünə göndərə bilərsiniz. Bir firma ilə əməkdaşlıq eləmək istəyirsinizsə və ən çox da böyük bir firmalarla əməkdaşlıq eləmək istəyirsinizsə, onlar üçün prezentasiya hazırlamalısınız və prezentasiyaların içində rəqəmsal marketinqdən başınızın çıxdığını göstərən nümunələr verməlisiniz, posterlər verməlisiniz, izahlarını verməlisiniz və bu prezentasiyanı həmin o firmaya göndərməklə onlardan cavab gözləyə bilərsiniz. Yəni bir firmanın sizə müraciət eləməsi, özü sizi tapması çox zaman alır. Gərək siz viral olasınız, tanınmış olasınız. Amma özünüzü göstərərək, onların qabağına çıxaraq, görüş təyin eləyərək, görüş təyin eləmək üçün prezentasiyalar və CV-nizi və portfolyonuzu göndərmək lazımdır. Bu şəkildə daha tez onların görünməsinə səbəb ola bilərsiniz. Amma burada artıq ideya önəmli olur. Üçüncü məsələ təsəvvür et anlayışıdır. Yəni təsəvvür et sən yanaşması. Belə bir şey yaradılıb. Məsəl üçün tutaq ki, nümunə olaraq, əgər sabah işini itirsəydin, məsələn, yenidən başlamaq üçün nə edərdin? Belə tipli izləyiciləri həyəcanlandıran, onların təsəvvür etməsinə məcbur eləyəcəyi dizaynlarına maraq oyatmalısınız. Məsəl üçün, deyək ki, bank üçün, məsəl üçün, belə bir kreativlik eləyə bilərsiniz. Bank üçün bir poster hazırlamaq qərarına gəlmişsiniz. Bank üçün o posteri hazırlayanda oturub fikirləşə bilərsiniz. Normalda bank sektorlarında 3D elementlər olur. Məsələn, bu dəqiqə biz Bank of Bakıya baxsaq, biz daha çox 3D elementlər görürük. Faizlər görürük filan. Amma onlar üçün bir dənə götürüb kreativ dərəcədə təsəvvür et, sən beləsən tipində cümlələrlə başlayan bir poster hazırlasaz, maraq oyandıracaq. Burada necə ola bilər? Yəni, məsəl üçün, tutaq ki, devalvasiya olub, devalvasiyadan sonra Bank of Respublika necə ayaqda qalır? Bu, məsəl üçün, maraq oyandıran bir şeydir. Niyə? Çünki devalvasiya
ola biləcək bir ehtimaldır. İndidən siz onlara bir problem həllini təqdim edirsiniz dizaynınızdan. Bu digər bir əlamətdir. Və həm də həyəcanda qoyursunuz. Onları təsəvvür etməyə vadar edirsiniz. Bir vizual sadəcə vizual olaraq görsənmək üçün deyil. Bir vizual qarşı tərəfi həm də xəyal etdirməlidir, təsəvvür etdirməlidir. Və burada həm də təşviq edici bir nüans qoya bilərsiniz. Altyazı olaraq və ya da ki, button olaraq bildirə bilərsiniz ki, hə, yeni başlanğıclar üçün bura kliklə. Yeni başlanğıclar üçün əlaqə saxla. Belə bir təşviq edici nüansı da verə bilərsiniz. İzləyici xəyal edir, sonra da artıq daha ətraflı məlumat üçün bu xəyal etdiyini düzəltmək istəyir və artıq təşviq etmək yönünə doğru meylənməyə başlayır. Yəni bir posterdə posterin satılması üçün önəmli əlamətlər posterin ya maarifləndirməsi olmalıdır, ya xəyal etdirməsi olmalıdır, təşviq etdirməsi olmalıdır posterin, nostalji hisslər verməsi olmalıdır, emosional bağ yaratması olmalıdır, motivasiya verməsi olmalıdır. Problemi göstərmək, problem həllini göstərmək bunlar olmalıdır. Uğurlu posterlər bu şəkildə sayılır. Yəni, buradan yola çıxmalısınız. Rəqəmsal marketinqdə digər üslubumuz izləyicinin dizaynına bir hissəsini çevirməlisiniz. Yəni, izləyicini elə bilin ki, interaktiv bir şoaya dəvət eləməlisiniz. İzləyici dizaynınızın bir hissəsinə çevrilməlidir. Yəni, orada özünü hiss eləməlidir. Onun da orada bir əlaməti varmış kimi sevməli. Çünki hansı izləyicilər daha çox sevinirlər? Bir posterə baxanda onu tapmaca kimi çözəndən sonra, tapmaca kimi tapandan sonra özlərini xoşbəxt hiss edirlər. Hətta bu filmlərə baxanda da belədir. Yəni, bir filmə baxırıq. Dedektiv filmlərinin insanların çox hissəsini niyə görə sevir? Çünki ora baxanda fikirləşməyə başlayır ki, cinayətkar kimdir? Tapanda və filmin sonunda o cinayətkar çıxanda özümüzü sanki mükafatlandırmış kimi oluruq. Və bu isə çox önəmlidir. Ona görə, məsəl üçün, tutaq ki, nümunə olaraq nə deyə bilərik? Məsələn, tutaq ki, bir sosial media dizayn edirsiniz. Yazmışsınız ki, oradakı burada sənin yerin boşdur. Burada sənin yerin boşdur. Vizualda da bir oturacaq və bir dənə də boşluq var. Bir dənə də kiçik bir məlumat kimi yazırsınız ki, sənin kimi insanlara ehtiyacı var. Bu nədir? Emosional bir reaksiya səbəb olur. İzləyicilər, buna baxanlar fikirləşirlər ki, məni deyir, məni deyir, məni deyir və o gün müraciətlər də, həmin postaya görə müraciətlər də çox olmağa başlayır. Çünki hamı o oturacağı doldurmağa çalışır öz yeri ilə. Bu təbii ki, hansı işlər üzrə ola bilər? İş müraciətlərlə bağlı posterlər hazırlayanda ola bilər. Hansı ki, iş elanı ilə bağlı. Belə durumlarda izləyicidə bir emosional bağ yaratmaq tipində təşviq eləyə bilirsiniz posterlər bizə. Burası yəni maraqlı olur. Ehtiyac mənbəyindən rəqəmsal marketinqin dizaynında digər nüansı izləyicilərin, insanların ehtiyac mənbəyindən vurmağımızdır. Ehtiyac mənbəyini vurmamız nədir? Məsələn, Wolf of Street-ə baxmamısı, ona tövsiyə edirəm baxmamızı. Baxmışam. Hə, bu filmdə işlədilən bir nüans var ki, bu qələmi mənə sat. Bu qələmi mənə sat prinsipi çox məşhur bir prinsipdir. Bu dizaynda da işə yarayır. Ehtiyac mənbəyindən vurmaq qarşı tərəfi və yaxud da ki, ehtiyac mənbəyini yaratmaq. Yəni, lap ehtiyacı olmasa belə, onda ehtiyac yaratmaq lazımdır. Məsəl üçün, indi yay gəlir yavaş-yavaş, gələcək. Ya, aprelin axırından, mayın əvvəllərindən başlayacaqlar ki, havalar isinir, havalar isinir. Niyə havalar isinir və bu ən çox da elektronika mağazaları başlayır bunu deməyə? Orada nəyə təşviq edirlər? Kondisionerə. Mövsümə görə ehtiyac duyulan bir mənbəni insanlarda yaratmağa çalışırlar və yaxud da ki, insanlara xatırlatmağa çalışırlar. İnsan da başlayıb fikirləşməyə, mənim evimdə kondisioner yoxdur, yay gələcək, mən bu ehtiyacımı eləməliyəm, qarşılamalıyam. Bu posterlərdən xatırlatmalar edilir, ehtiyac mənbəyinə vuraraq. Deməli, rəqəmsal marketinq tərəfdən ideyalarınızı fikirləşəndə insanların ehtiyac mənbələrini düşünərək də ideya fikirləşə bilərsiniz.
Yəni bunu bir çox xidmətlərdə hətta eləməyimiz mümkündür. Məsəl üçün, ə, belə qırıq, tökük bir asfaltı göstərirsiniz və bahalı bir maşın firması üçün reklamdır da. O bahalı maşın firmasının reklam eləməyi üçün qırıq yolları göstərirsiniz. Sloqan ona yazırsınız ki, hər yol rahatdır bizim üçün. Avtomatik olaraq burada nədir? Qarşı tərəfin ehtiyac mənbəyinə vurmağınız olur. Necə? Rahatlığı. Rahatlıq da bir ehtiyac tərəfidir. Bu yollar bu gündədir. O da fikirləşir ki, mənim də yaşadığım yerlərin yolu məsəl üçün bərbaddır. %80% elə gəlib çıxa bilir. Yəni yolların pis olması ilə bağlı. Və amma deməli mənim nəyə ehtiyacım var? Rahatlığa. Rahatlığımı təmin etmək üçün nə ola bilər? Hə, məsələn, maşın almaq. Və ya da uzun bir məsafəni bildirərək ehtiyac mənbəyindən vura bilərsiniz ki, hə, adam uzaq məsafədən uzaq məsafə işə gedir. Hə, bu maşından daha tez gedə bilər. Avtomatik ehtiyac mənbəyindən vurmuş olursunuz. Və burada artıq sloqanla, vizualla empati quraraq qarşı tərəfdə bir oyanış yaradırsınız. Yəni dizaynınızda bir oyanış hissləri olmalıdır. Və burada artıq çox önəmli olur. İndi gələn dərs şeyləri göstərəcəm sizə. Sözsüz şəkildə, sloqansız şəkildə vizuallarla kreativ posterlər hazırlama nümunələrini yığıb göstərəcəm sizə. Onları müzakirə edəcəyik. Və rəqəmsal marketing baxımından işlər bu cür irəliləyir. Bu bir hissə idi. Yəni, bu üzrə çox danışacağıq. Çünki bunun nüansları çoxdur. Və siz Behance-a baxanda beynəlxalq işlərə baxdığınız zaman məsəl üçün, belə bir mock-uplar var. Burada var idi, mock-up var burada. Burada məsələn biz görürük ki, coffee shopdur. Coffee shop güllə nəyəsə göstərməyə çalışıb. Bu da artıq qarşı tərəfin qarşı tərəflə empatiya qurmaq üçündür. Bu empatiyanın qurulmasında məqsəd nədir? İnsanın təbiətə yaxın olduğunu hiss etdirməkdir. Və həm də kofelərinin təravətli və yaxud da məkanlarının, menyularının təbiətlə ahəngdə olmasını göstərməyə çalışırlar. Yəni hər şeyin təbii olmasını nümunə çəkirlər. Bu artıq insan üçün bir təbiiliyin önəmli rol oynadığını göstərir. Yəni sadəcə məsələn, coffee shop sadəcə kofe sataraq rəqəmsal marketinq eləyə bilməz. Əgər və yaxud da dizayner sadəcə cover şəklini qoyaraq kreativ dizaynlar hazırlaya bilməz. Əksinə orada nə eləməlidir? Kofelerini göstərmədən kofe ehtiyacını vurğulamağa çalışmalıdır. Necə ola bilər? Məsəl üçün, özünü tutaq ki, xoşbəxt hiss eləmək istəyirsən, xoşbəxtliyi bildirən vizuallarla yola çıxaraq coffee shop üçün poster yazıla bilərsiniz. Burada avtomatik olaraq bu kütlə ümumşülə bir kütlə olur. Düşüncərək mən bugün özümü pis hiss eləyirəm. Deməli, bunların kofələrinə ehtiyacım varmış kimi bir hiss yarana bilər onlarda. Yəni, bir firmada hansı bir məhsul yer alıbsa, o məhsulu ancaq göstərərək dizaynlar hazırlamağa ehtiyac yoxdur. Onun faydalı tərəfini göstərərək dizayn ideyaları fikirləşməlisiniz. Bunu həm şirkət daxilinizdə eləyə bilərsiniz. Bu bir dəfə eləyərsiniz, iki dəfə eləyərsiniz. İlk başlarda məsələn indi müdirə görə dəyişir də. Müdir bunu məsələn qəbul eləməyə bilər, amma yavaş-yavaş bunun effektini gördükcə qəbul eləyə bilər. Və yaxud da freelance işlər tapmaq istəyirsiniz, freelance işləri fərqli yollarını tapmaq üçün, digər dizaynerlərdən fərqlənmək üçün bir çıxış olur. Çünki %70% insan bir xidmətdə bu məhsul varsa, bu məhsulu göstərərək elə o məhsulu satmağa çalışır. Amma bütün kreativlik o məhsulu göstərmədən yaradıcılığı və həm də qarşı tərəfə faydanı göstərmək üçün istifadə edilməlidir. Və bu baxımdan Behance-da çox işlər var. Sadəcə onları biraz fərqli gözlə baxmağa çalışmalısınız. Vizual olaraq baxmamalısınız. Aydındır? Bəli. Bugünlük bu qədər. İndi sizin nə suallarınız varsa, sizi maraqlandıran və yaxud da qaranlıq qalan, onları soruşun, cavablandırın sizin üçün. Nə cür postlar işləyim ki, yəni bütün bu dərsə tətbiq eləyə bilim? Tamam, mən sizə yazacağım. 3 dənə tapşırıq verəcəm yenə. Elə
Eee, kateqoriyalar psixologiya kateqoriyasında olacaq, ehtiyac mənbəyindən olaraq olacaq. Yəni bir firma verəcəm sizə. Amma orada həm də qeyd edəcəm ki, məsələn bu firmanı məhsulunu göstərmədən ehtiyac mənbəyini vurğulayaraq hazırlamalısınız. Artıq bax bu dərslər üzə çıxmış olacaq. Yəni o şəkildə. Bir də brand book işləmək istəyirəm. Onu məsələn qaydasını bilmirəm ki, brand book sıfırdan necə işləyirlər. Siz tələsməyin də, hələ bir tək-tək posterləri yaradıcı hazırlayın. Bildim, yəni bu dərs üçün demirəm, ümumiyyətlə. Və ümumiyyətlə də Bildim. hazırlanmağınız üçün biraz bir baxın görün kreativliyiniz necə işləyir. Çünki kreativ dərslərimiz çoxdur. Bu kreativ dərslərimizi yığaq. Biraz tək-tək posterlər hazırlayaraq yola çıxın. Ondan sonra mən sizə hətta branding layihəsi verərəm və yolunu göstərəcəm. Branding dərsimiz olacaq. Oradan başlayarsınız hazırlamağa. Bəs məsələn, brend özü çox belə kreativlik tələb eləməyən bir brenddirsə, məsələn, məndə kursdur, maliyyə təlimləri keçən kursdur. Yəni çox belə düz bir şey var, stili var. Onu siz düz görürsüz. Amma Mən düz. kreativliyiniz inkişaf elədikcə, yaradıcı tərəfdən bax bu psixologiyalar bildikcə, rəqəmsal marketinq detallarını bildikcə, siz artıq onu düz görməməlisiniz. Siz onu artıq kreativ görməyə başlamalısınız. Onun içərisinə kreativliyi əlavə eləyən siz olmalısınız. Yəni sizə belə deyək də, maliyyədir, hə, pul məsələsi orada var, amma pulu başqa cür göstərməyə çalışmalısınız. Təbiətlə əlaqələndirərək göstərə bilərsiniz. Nəqliyyat vasitəsilə göstərə bilərsiniz. Nə bilim, xüsusi festivallar keçirərək göstərə bilərsiniz. Və yaxud da nə bilim, paralel evrənlərlə əlaqələndirərək göstərə bilərsiniz. O artıq yenilik sizin öz fərqli baxış bucağınızla olmalıdır. Siz onu düz görsə, o düzə çevriləcək təbii ki. Ona görə bax deyirəm də, məsəl üçün tələsməməlisiniz. Biraz o baxımdan üfüqünüz dəyişməlidir ki, məsələn, maliyyəni də kreativ işləməlisiniz. Tamam. Aydındır? Bəli. Başqa sualınız? Başqa hələ ki yoxdur. Dərsin saatını da danışarıq. Digər dərs, hə, gün məsələsini deyirsiniz də, hə, tamamdır. Yəni rahat onsuz da 2-3 gün sonra olacaq da minimum. Çünki tapşırıqları da işləməlisiniz. Mən çox tələsmək istəmirəm, çünki həm də işləyirəm deyə vaxtım az olur. Bilin, problem yox, narahat olmayın. Lazım olanda lap saat 11-də zətdə da, yəni dərsə qoşula bilərik. Yox, 11-ə ehtiyac yoxdur. Əsas odur ki, mən yəni tez-tez bitsin və arada nələrsə qaçırım istəmirəm. Ona görə istəyirəm ki, yəni gec də olsa bütün postları işləyim, suallarım. Yəni çoxlu işləməyim lazımdır ki, suallarım çıxsın, çünki işləmədən olmur. Bəli, narahat olmayın, tələsməyəcəyik. Onda danışarıq dərs Tamam, vaxtında. oldu, tapşırıqları da yazacağım sizə. Tamam, Sağ yaxşı. olun. Sağ olun.